Əziz qardaşlar, biz əqidə dərslərinə davam edirik. Hələ kitabı bitirməmişik. İmam Tahavinin Tahavə əqidəsinin şərhi, Şərh-i Əqidət-i Tahaviyyə kitabından İmam Bəbərtinin şərhi ilə oxuyuruq. Demək, 58-ci maddədə qalmışdıq. Kim bilinməsi mümkün olmayanı, yəni mütəşabihatı öyrənməyə cəhd edərsə, təslimiyyətli anlayışa qane olmazsa, bu məramı onun xalis etiqadına, yəni tövhidinə, saf mərifətullaha və doğru imanına mani olar. Bəzən elə anlayışlar var ki, onları anlamaq çətindir. İnsan qavraya bilməz. Məsələn, Allahın zatı barəsində biz tam anlayışı sahib ola bilmərik. Allah yaradandır, biz isə məxluquq. Onun sadəcə sifətləri barəsində məlumatımız var. Allahın bizə bildirdiyi qədərilə biz bilirik. Amma Allahın tam mahiyyətini biz öyrənə bilmərik. Çünki Allah maddi varlıq deyildir. Biz yaradılmışıq, yaradılmışlar ancaq yaradılmışları qavraya bilər. Odur ki, Allahın mahiyyəti barəsində məsələn, Quranda bəzi mütəşabih ayələr var ki, onların mənasını Allaha həvalə etmişlər alimlər. Yəni, biz mənasını bilmərik. Allah necə özünü vəsf edirsə, o şəkildə inanmalıyıq. İndi bu deyilənin şərhini oxuyaq inşallah. Yəni, Uca Allahdan və Rasulundan sallallahu aleyhi və səlləm səhih olaraq nəql olunanlarla qane olmayan və yaradılmışlara qətiyyən verilməyəcək məlumatları öyrənməyə çalışan hər kəsin bu cəhdi təhəkkümdür. Yəni, İslamın vaciblərindən üz çevirməkdir. Həmin şəxs bu batil fikri ilə xalis etiqaddan, saf mərifətdən və doğru imandan məhrum olur. Allah Taala'nın hikmət, kamal və rububiyyətini tanıyan kəs onun verdiyi hökmlərə riza göstərib təslim olar, özünün acizliyini, cahilliyini və bəndəliyini həqiqi şəkildə tanıyar və uca Allahdan məsələlərin, hadisələrin hikmətini tələb etməz, əksinə elm və hikməti ən bilikli və ən müdrik olana, yəni Allaha həvalə edər. Bəndənin üzərinə düşən Mövlanın sirlərini əldə etmək deyil, ona itaət etməkdir. Bəndənin vəzifəsi Allahın mahiyyəti barəsində düşünmək deyil, onun əmrləri barəsində düşünərək ona itaət etməkdir. Və yəfalullahu mə yeşə, Allah istədiyini edər. İnnallaha yahkumu mə yurid, şübhəsiz ki, Allah istədiyini hökm edər. Əgər bəndə təslimiyyətə riza göstərməyərək uca Allahın hikmətinin mahiyyətini öyrənmək istəyərsə, bunu dərk edə bilməz və təsdiqlə yalanlamaq arasında qalar. İnsanı tərəddüd meydana gələr. Allah barəsində insan, çünki bizim müəyyən məhdud beynimiz var, onunla nələri düşünsək belə, yenə Allah qarşısında o tam mahiyyətini anlamağa gedən yolda insanın beynində tərəddüdlər meydana gələr, şübhələr meydana gələr. Tərəddüd içində iman, təslimiyyətsiz İslam olmaz. Yəni, şübhə içərisində iman mövcud ola bilməz. İman qəti şəkildə bir şeyə bağlanmaq, onu qəbul etmək deməkdir. Təslimiyyətsiz də İslam ola bilməz. Quranda küfrlə iman arasında tərəddüd etmək ifadəsinin açıqlanması belədir ki, bəndə küfrlə iman, təsdiqlə təkzib və iqrarla inkar arasında tərəddüd edər. Tərəddüd o deməkdir, onu izah edir ki, yəni insan küfrlə iman arasında qalar. Görürsən, inkar mı edim, yoxsa iman edim, bugünkü deizm. Yəni, Allah var, amma bu deizm döyüləsində deistlərin məncə görüşüdür. Allah varmı, yoxmu biz bilmirik şübhə içərisində. Belə bir tərəddüddə qalır. Vəsvəsələnərək, yəni şeytanın ona şübhə toxumları atması ilə vəsvəsəyə düşər. Yolunu azaraq, yəni ağlın dərk etmədikləri ilə yolunu azıb çaşqınlıq içində qalar. Şək edərək, yəni təslim olması vacib olan məsələlərə şək edər. Haqq yoldan çıxaraq, yəni doğru yoldan çıxıb batil yola meyl edər. Bir sözlə, Allahdan gələn hər şeyə təslim olması vacib olduğu halda tam təslimiyyət göstərməyən və bilmədiyi elmi Allaha həvalə etməyən bəndə
nə tam təsdiq edən mömin, nə də yalanlayan inkarçı olar. Biz ətrafımızdakılardan yola çıxaraq, yerin bitirdiklərindən, göydəki ulduzlara qədər ətrafımızda hər şey nə varsa, Allahın varlığının göstəricisidir, dəlilidir. Odur ki, insan Allahı qəbul etdikdən sonra, Quranın da bizə göndərilən haqq kitab olduğunu bildikdən sonra, qarşısına çıxan hər hansı bir maniyə onu tərəddüd etmədən, şübhə etmədən Allaha həvalə etməlidir. Nə inkar edər, nə də yalanlayar. Çünki yalanlamaq şübhə ilə, yəni iki seçimdə hər birinin mümkün olduğunu qəbul etmək deyildir. Allah Teala şübhəli olanlara tabi olmağın qəlb əyriliyi olduğunu bu ayə ilə bildirmişdir. فَأَمَّا فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهِ Qəlblərində əyriliş olanlar fitnə fəsad törətmək və istədikləri kimi yozmaq məqsədi ilə mənası aydın olmayanın ardınca düşərlər. Beləliklə İmam Tahavi Rahməhullah mütəşabih ayələr barədə yozumu tərk edən sələf məzhəbini seçmişdir ki, bu söz tədqiqatçılara görə üstün olandır. Yəni İmam Tahavi deyir ki, Quranda bəzi ayələr var ki, bəzi kəlmələr var ki, onlar mütəşabihdir, mənaları çoxdur, bir çox mənalara gəlir. Allaha nöqsan izafə edən mənalara da gələ bilir. Odur ki, bu mənalara gələn kəlmələrin üzərində dayanıb şübhələrə düşməkdənsə, onun mənasını Allaha həvalə etmək, ən məqsədə uyğun, ən Allahı tənzih etmək, Allahın nöqsan sifətlərindən uzaq tutmaq üçün ən kəsdirmə gözəl bir yoldur. Çünki ləfsin ən üstün mənası olarsa, sonra daha güclü bir dəlil gəlib, həmin mənanın nəzərdə tutulan məna olmadığını bildirərsə, bilərik ki, bu söz məcaz mənalarından birini ifadə edən həqiqi mənaya aiddir. Məcazi mənalar çoxdur, sözün həqiqi mənasından qırağa çıxan məcazi mənalardan birini digərinə tərcih etmək ancaq qeyri-qəti məsələlərdə olub zənn ifadə edər. Yəni, demək ki, bu kəlmələr, çox mənaya gələn həm o mütəşabih kəlmələr, məcazi mənalar verəriksə deyir, o zaman bu səfər bu qəti məsələlərdə məcazi mənalar vermək olmaz deyir. Çünki etiqadi məsələlər, Allahla əlaqəli məsələlərdə mütləq qəti olmalıdır, orada şübhəyə yol olmamalıdır, başqa mənaya gələcək bir ifadələr də işlədilməməlidir. Odur ki, məcazı da bir kənara qoymaq lazımdır bu məsələlərdə. Mütəşabih ayələr təvil edilərkən hələ belə yanlış vəziyyətə düşüləcəkdir. Buna misal olaraq, Ər-Rahmanu aləl arş istəvə. Rəhman ərşə istiva etdi. Baxın, hamısı yeni kəlmələrdir. Rəhmən olan, yəni Allah, Rəhman bilir ki, Allahdır. Ərşə istiva etdi. Ərş kəlməsi keçir, istiva kəlməsi keçir. Bu həmin ayədə həqiqətən nəzərdə tutulan məna olmadığı qəti dəlillə sabitdir. Yəni, biz bunun ilk mənalarını götürsək, Rəhmən ərşə istiva etdi. Ərş nə deməkdir? Həqiqi mənası taxt deməkdir. Şahın taxtı olmur, kreslo deyək. Həqiqi mənası, ilk mənası budur. Ərəblər dillərində ərş deyərkən bunu nəzərdə tuturlar. Amma bir çox başqa mənalar da var. Bundan sonra istiva kəlməsinin də alimlər deyirlər ki, çox sayda mənaları var. İstiva da nədir? Oturmaq mənası da var, hərəkət ifadə edən uzalmaq mənası da var və s. Amma nə dedi? Həqiqətdə nəzərdə tutulan mani olmadığı qəti dəlillə sabitdir. Yəni, bu Allahın oturma sifəti ola bilməz. Allah bir yerdən başqa yerə hərəkət edə bilməz. Bu qəti sabitdir. Çünki Allah Taalaya məkan isnad edilmir. Çünki Allah, belə deyə, o taxta oturdu mənasını verəriksə bu ayəyə, Ər-Rahman aləl arş istəvə, Rəhman ərşə oturdu mənasını verəriksə, taxta oturdu mənasını verəriksə, bu Allahın məkan isnad etmiş oluruq. Allahı şəkilləndirmiş oluruq. Dolayısıyla Allaha bir məxluqa yaraşan bir sifət izafət etmiş oluruq. Amma əvvəlki dərslərimizdə biz oxuduq ki, Allah məkandan münezzəhdir, Allah nöqsan sifətlərdən münezzəhdir, uzaqdır. Bununla yanaşı, istiva sözünün bəzi təvillərlə başqa mənalara yozulması ancaq qəti dəlillə mümkün ola bilər.
Yəni əlimizə gəlir qəti dəlillər olsun ki, biz bunu yozumunu verə bilək. Allah Taala'nın zatı və sifətləri barədə zənn edərək bir söz demək caiz deyil. Beləcə, zahiri mənaya əsaslanmadan etiqad etməklə yanaşı, mövzu barədə susmaq, onun təvilini tərk etmək və yozumunu Allahın elminə həvalə etmək şərtdir. Bu, digər mütəşabih ayələrdə də bu şəkildədir. Yəni, mütəqaddimun alimlərin, ilk sələf imamları belə bir yol izləyiblər ki, bu cür ayələri qarşımıza çıxdığı zaman Ər-Rəhmənu aləl-arş istəvə. Bunu sadəcə belə tərcümə ediləcəyik. Rəhmən ərşə istiva etdi. Tərcümə etmədən. Çünki tərcümə eləyəndə artıq bu işin içərisində sanki Allahı bir insana bənzətmiş olursan, Allah məxluqatından münəzzəhdir. Bu, leysə kəmitluhu şeyun ayətinə ziddir. Allah heç bir şeyə bənzəməz. Allah heç bir şeyə bənzəməz deyiriksə, o zaman ağlımıza gələn hər bir şeydən Allah uzaqdır. Məxluqatına yaraşan sifətlərdən oturmaq kimi məqsudur, yorulan bir oturar, düzdür. O maddi şeylər insanlara, məxluqlara aid olan sifətdir. Amma Allaha bunu isnad ediləmək, bu İslam inancına ziddir. Ümumiyyətlə, istiva kəlməsinin mənasını izah edir burada. Deyir ki, lüğətdə istivanın mənaları nələri? Doğru və düzgün olmaq mənasındakı sivən kökündən əmələ gələn istivanın mənaları bunlardır. Mötədil, düzgün və bərabər olmaq, qərar tutmaq, oturub yerləşmək, yönəlmək, yuxarı çıxmaq, hakim olmaq, taxta oturmaq kimi mənaları ifadə edir. İstiva anlayışı 7 ayədə ərşə, 2 yerdə səmaya aid bir feil olaraq Allaha nisbət edilmişdir. Ərş kəlməsi Quranda 7 dəfə ərşə, 2 dəfə isə səmaya nisbət edilərək feil olaraq Allaha nisbət edilmişdir. Bu ayələrdə qeyd olunduğuna görə Allah yeri yaratdıqdan sonra göyləri 7 qat olaraq yaratmış, sonra ərşə istiva etmişdir. İstiva həmçinin insanlarla əlaqəli olaraq da Quranda işlənmişdir. Bu, Allahla əlaqədar olaraq da 7 dəfə ərşə aid, sonra 2 də səma ilə əlaqədar işlənmişdir, Allaha nisbət edilərək. Eyni zamanda insanlarla, mələklərlə əlaqəli istiva kəlmələri də Quranda keçir. Məsələn, Həzrəti Musanın tam yetkin yaşına çıxması istiva sözü ilə işlənmişdir. Sonra Cəbrailin üfüqün zirvə nöqtəsində durması fikri istiva kəlməsinə ifadə olunmuşdur. Həzrəti Nuhun gəmiyə yerləşməsi, gəminin Cudi dağında quruya oturması da yenə istiva kəlməsi ilə ifadə olunmuşdur. Yəni gəminin Cudi dağına oturması da istiva kəlməsi ilə işlənmişdir. Bunlar nədir? Hamısı məxluqata məxsus sifətlərdir. Oturmaq, yerləşmək. Və insanların gəmilərə və miniş heyvanların belinə çıxıb oturması kimi mənalarda da istifadə olunmuşdur. İnsanların bir minikin üzərinə oturması, hər hansı bir şeyin üzərinə çıxması da yenə istiva ilə ifadə olunmuşdur. Bunlar hamısı insanlara xas olan sifətlərdir. Lakin bunu Allahla əlaqələndirərək də eyni şəkildə başa düşməyimiz, o zaman elə başa düşəriksə Allaha nöqsan sifətlər izafə etmiş olarıq. Hədislərdə istiva anlayışının Allaha nisbət edilməsinə dair bir rəvayət qeyd olunmamış, lakin bəzi lüğət mənaları ilə Həzrəti Peyğəmbərə aid bir feil olaraq ifadə edilmişdir. Tabiində Mücahid bin Cəbr istivanın ərşə yüksəlmək mənasında olduğunu söyləmişdir. Ərşə yüksəlmək. Bu da Allaha hərəkət izafə etmək olur ki, bu da doğru izah deyildir. Bunları nə üçün deyirik? İndi qarşıda gələcək. Çünki tarix boyu müşəbbihə olub, mücəssimə olub, kərramiyyə məzhəbləri, həşəviyyə məzhəbləri çıxıbdır. Allahı məxluqata bənzər sifətlər izafə ediblər. Allahı insana bənzər bir xüsusiyyətlər istinad ediblər. Amma bunlar bir çox möhkəm ayətə zidd olduğu üçün İslam əhl-i-sünnə alimləri, doğru yolda olan, haqq yolda olan alimlər bu sifətlər Allaha nöqsan bildirən bir sifətlər olduğu üçün bunu inkar etmişlər.
İstivanın Allaha nisbət edilməsinin daşıdığı məna ilə yanaşı, zatı və fiili bir sifət olması ilə bağlı mübahisələr Hicri 2-ci əsrin başlanğıcına qədər uzanan erkən bir dövrdə ortaya qoymuşdur. Bu mübahisələr Peyğəmbərimiz s.ə.v dövründən 2 əsr sonra belə deyək, meydana çıxmışdır. Miladi hadisə 8-ci əsr, bizim tarixin öncəsi 8-ci əsrdə meydana çıxan mübahisələr həmin dövrə xas bir mübahisələrdir. Amma günümüzdə də bu mübahisələr ortalığa çıxıb. Yəni, 21-ci əsrdə yaşayırıq, həmin o mübahisələr yenə də davam edir. Kəlam elminin meydana çıxmasına zəmin hazırlayanlardan Cad bin Dirhəm və Cəhm bin Səfvanın fikrincə Allah hisslərlə qəbul edilməyən maddə üstü bir varlıqdır və zatı baxımından müəyyən məkanda və ya istiqamətdə səciyyələndirilə bilməz. Dediyimiz kimi Allah məkandan münezzəhdir. O hisslərlə qavralanan bir varlıq deyil. Hisslərini biz əlimizi toxunaraq, hisslər hansılardır? Toxunma, dad bilmə, görmə, qoxma, eşitmə. Bunlar hamısı nədir? Bunlar hamısı məxluqata məxsus sifətlərdir. Məxluqatı bununla qavraya bilirsən. Amma Allah isə məxluqatdan münezzəhdir. Bundan sonra tənzihçi cərəyanın tam müxalifi olan Müqatil bin Süleymanın istiva anlayışına təşbih və təcsimi xatırladan duyğu aləminə aid məna verməsi bu mövzuda fərqli fikirlərin irəli sürməsinə səbəb olmuşdur. Bu saat kimi elə bir problemi olmamışdır. Lakin Müqatil bin Süleymanın fikrindən sonraki istivaya hansı mənalar izafə eləmişdir? Məxluqata təcsim, təşbih ifadə edən, yəni Allahı cisim kimi qəbul edən, Allahı şəkilləndirərək qəbul edən cərəyanlar olmuşdur ki, Allahı bu şəkildə təsəvvür edərək Allahı cisim kimi qəbul etmişlər. Bu da Müqatil bin Süleymanın ortaya atdığı fikirdən sonra meydana gəlmişdir. Bu mübahisə Müqatil bin Süleymanın belə deyək də ona dayanır. İstivanın mahiyyəti və Allaha nisbəti mövzusundakı başlıca fikirləri belə xülasə etmək olar. Yəni o tarix boyu meydana gələn o mübahisələrin müxtəlifliyi hansı şəkildədir? Bəziləri istivaya hansı məna vermişlər? Demişlər ki, Allahın göylərin üstündə olan və mələklər tərəfindən daşınan ərşə oturmasıdır istiva. Çünki hədis rəvayətlərində ərşin 7-ci göyün üzərindəki cənnətin üstündə yerləşdiyi və Allahın da ərşə istiva etdiyi bildirilmişdir. Yaradılmışlara bənzəməyən bir cismiyyətlə səciyyələndirilən Allahın bir tərəfdə və bir yerdə olması imkansız deyil, əksinə vacibdir. Yəni, deyir, Allah cisimdir, deyir, amma məxluqata bənzəməyən bir cisimdir, deyir. Yəni, əslində bu çox, nə deyim, heç bir məntiqə uyğun olmayan bir şeydir, yəni. Cisimdə, amma məxluqata bənzəməyən bir cisimdir. Yəni, cisim biz bildiyimiz bir məkanda olan, sağı, solu, yuxarısı, aşağı olan bir varlıqdır, yəni. Hansı cisim məkandan münezzəhdir və yaxud da parçalanan deyildir. Cisim deyərkən bu başa düşülür. İnsanın başa düşmədiyi bir cisim yoxdur, yəni. Ona görə də bu sadəcə safsasadan, yəni sözü dolandırmaqdan başqa bir şey deyil. Allahın bir tərəfdə və bir yerdə olması imkansız deyil, əksinə vacibdir, deyir bu görüşün sahibləri. Bu görüşün sahibləri bu gün də var. Yəni, məsələn, sələfi etiqadında olan insanlar bu şəkildə düşünürlər. Bu səbəblə istivaya ərş üzərində oturmaqdan başqa bir şey, bir məna verə bilməz. Buna görə də Allah zatı ilə ərş üzərində oturmuşdur, dedilər. Onun zatı ərşi tamamilə doldura biləcəyi kimi, onun zatı, yəni Allahın zatı ərşi tamamilə doldura biləcəyi kimi, ya ərşi dediyimiz taxtı tamamilə doldura biləcəyi kimi, sadəcə bir hissəsində əhatə edə bilər. Zatının ərşdən daha böyük olması da mümkündür. Görün, İslam əqidəsində nə qədər uzaq bir fikirlər səsləndirilir. Yəni, olubdur, yəni 2-ci əsrdə belə düşüncə sahibləri də olur. Allahı sanki necə də məxluqata bənzər. Ya o taxtın hamısını tuta bilər, ondan böyük də ola bilər, ondan balaca da ola bilər. Allaha
nə qədər nöqsan sifətlər izafə etmiş olurlar bununla. Belə olduqda istiva Allahın bir tərəfdə və bir məkanda olduğunu, eləcə də dilədiyi vaxt bu yeri tərk edib başqa yerə keçə biləcəyini bildirən zatı bir sifətdir demişlər. Artıq Allahı bir cismə məxsus olan sifətlərlə vəsləndirdiyi üçün onu bir məkanda da deyə bilir, buradan bir başqa yerə gedə bilər də deyir. Biz bunu təsəvvür edə bilmirik təbii ki. Allah necə ola bilər ki, məkansız ola bilər, necə ola bilər ki, hərəkətsiz ola bilər. Amma biz Allah barəsində danışırıqsa, məkanı yaradan bir varlıq haqqında danışırıqsa, o zaman Allah öz məkanına hülul etmişdimi, Allahın məkanına girmişdimi, o zaman özü Allah kiçilmiş olur. Ona görə Allahın zatı barəsində biz bu kimi məsələləri danışanları susturmağa çalışmalıyıq. Onun mənasını Allaha həvalə etməliyik. İkinci olaraq demişlər ki, istiva Allahın keyfiyyəti bizə görə bilinməyən bir sifətdir. Bu yerdə, bir yerdə və bir tərəfdə olmaqdan münezzeh olmaqla yanaşı, Allahın zatına layiq olacaq şəkildə ərşə istiva etdiyinə inanmaq və bu mövzuda hər hansı bir təvil verməmək ən doğrusudur. Çünki Allaha nisbət edilən istivanın həqiqi mənasını yalnız özü bilir. Allahın necə istiva etdiyi və istivanın da keyfiyyətini yalnız Allah özü bilir. Əgər insanlar istivanın mənasını bilsəydi, əshab-ı kiram, səhabələr bu mövzudakı naslarla, yəni mətnlərlə, Quran ayələri ilə şərh verər və onlara açıqlama gətirərdi. Halbuki əshabın heç bir şərh vermədən naslara inandığı məlumdur. Bununla yanaşı, istiva Allahın elmi ilə bütün varlıqları əhatə etdiyinə işarət edən bir sifəti olaraq da qəbul edilə bilər. Əshab və tabiinin məşhur alimləri və 4 məzhəb imamı ilə yanaşı bəzi sələfi, hənəfi, maturidi və əşari alimləri də bu görüşdədir. Malik bin Ənəsin istivanın məlum keyfiyyətinin məhsul, bu mövzunun araşdırılmasına bidət olduğunu, elminin isə hər yerdə olduğunu söylədiyi məlumdur. İmam Malikdən biri gəlib soruyor, deyir ki, istiva nə deməkdir? İmam Malik onu susturur və deyir ki, istiva məlumdur, lakin keyfiyyəti biz bilmərik. Alimlərimiz istivanın tərcümə olunmasını belə tərəfdarı olmamışlar. Çünki tərcümə eləyəndə istərsəməz ilk mənası istivanın oturmaq, yüksəlmək, hərəkət etmək, bu kimi mənalar insan təfəkküründə yaradır deyə, bu da İslam düşüncəsinə, Allahın sifətlərinə uyğun olmayan bir düşüncədir deyənə, onu tərcümə etməməyin tərəfdarı olublar. Ona görə də ilk dönəm mütəqaddimun alimləri, sələf imamları demişlər ki, istivanı tərcümə etməyək olduğu kimi. Allah ərşə istiva etdi, belə saxlayaq, qalanına qarışmaq. Necə ki, əlif, ləm, mim, yəsin, bunlar Quranda mənasını başa düşmədiyimiz hurufu müqaddadanın bu cür ayələrdə toxunmayıb keçək demişlər. Sonra üçüncü qism insanlar demişlər ki, istiva nə mənaya gəlir? Demişlər ki, Allahın zatı ilə məxluqları arasında mövcud olmayıb, mahiyyəti insanlara görə bilinməyən bir şəkildə göylərdən sonra və ərşin üzərində olduğunu bildirən bir sifətdir. Bu da yenə Allaha nisbət edilən nöqsan sifətlərdəndir. Bu, onun məxluqlara bənzəməsini vacib etməz. Necə vacib etməz ki, axı, üzərində, ərşin üzərində də deyirsən. Çünki Allahın zatı ilə ərşin üzərində olması yaradılmış bir varlığın bir yerdə və bir istiqamətdə olması kimi deyildir. Bu isə ilahi zatın ərşə bitişmiş və onun üzərində oturduğu və ya kosmik boşluğu yaxud hər hansı bir məkan tərəfindən əhatə edildiyi mənasına gəlir. Keyfiyyəti insan idrakından kənardır. Başda əshab və tabiin ilə müstəhid alimlərin əqidələrinə uyduqlarını iddia edən Sələfiyyədən Əhməd bin İbrahim Əl-Kalanisi, İbn Kullab, İbn Əbu Zeyd və digərləri bu fikirdədirlər. Onlar bu fikirlərinə istinad olaraq aşağıdakı dəlilləri gətirirlər ki, Allah ərşin üzərindədir. Nəyə əsasən deyirlər? Birinci olaraq deyirlər ki, ayələrdə Allahın Zul-Ərş olaraq tanıdılması, ərşin sahibi olaraq tanıdılması. Sonra Allahdan
göydə olandan əmin oldunuzmu deyə bəhs edilməsi. Göydə olandan əmin oldunuzmu deyərkən, yəni göydə, Allah göydədir deyə məna çıxartmışlar. Mələklərin və ruhun göy qatlarını aşaraq Allaha yüksəldiyini bildirməsi kimi mətnlər, Quran və hədis ayələri, yəni mələklərin və ruhun göy qatlarını aşaraq Allaha yüksəldiyini bildirən bu naslar onlara Allahın ərşinin üzərində olduğu qənaətini gətirmişdir. Həmçinin Hz. Peyğəmbərin Sidrətül Müntehadan o yana keçərək Meyraca, ilahi huzura çıxdığına işarət edilməsi və qullara aid xeyri işlərin mələklərlə Allaha yüksədilməsi Allahın ərşi üzərində olduğunu bu mənanın da istiva sözü ilə ifadə ediliyini göstərir. Bütün bu dəlillər də onu göstərir ki, Allah demək ki, səmaların üzərində, ondan da yuxarıda ərşdir, onun da üzərində Allahdır mənası çıxır bu dəlillərimizə əsasən. Sonra demişlər ki, başda Rasulullahın s.ə.v miracından bəhs edən rəvayətlər olmaqla 50-yə yaxın hədisdə birbaşa və ya dolayı yolla Allahın məxluqları arasında deyil, göylərin üzərində olan ərşin üstündə olduğuna işarət edilmişdir. Allah öz məxluqları arasında deyil, buna aid 50-yə yaxın hədis də var deyir. Allah ərşin üzərindədir. Bütün bunlar Hz. Peyğəmbərin s.ə.v istivanın mənasına aid açıqlamaları olaraq qəbul edilməlidir demişlər. Və sonra həmçinin demişlər ki, keçmiş səmavi din mənsublarının Allahın göylərdə olduğunu inanması istivanın mənasını açıqlayan mahiyyətdədir. Keçmiş dinin inan sahibləri də Allahın göydə olduğunu deyirlər, mətnlərdə belə keçir. Amma biz necə keçmiş, səmavi, pozulmuş dinlərə isnad edərək özümüzə dəlil götürə bilərik bunu. O bilir ki, o din təhrif olmuş dinlərdir. Onların mətnlərində keçən ifadələr bizim üçün necə dəlil ola bilər? Hər nə qədər orada Allahın göydə olduğu ifadə olunsa da. Həmçinin demişlər ki, bütün müvahhidlərin dua etdikləri vaxt əllərini və üzlərini göyə doğru yüksəltmələri istivanın mənasını açıqlayan digər bir məsələdir. Demək ki, bir insan dua edərkən əlini göyə qaldırır. Bu da onu göstərir ki, deyir, Allah göydədir deyə biz belə tuturuq. Amma mütəkəllimlər, kəlam alimləri, İmam Abu Hanifədən tutmuş, onu izləyən digər Əşari Məturidi alimləri söyləmişlər ki, istivanın bir çox mənaları var. Məsələn, onların mənalarından Allahın, belə deyək, dedik ki, məxluqata yaraşan sifətlər mənasında da işlənir, amma eyni zamanda hakim olmaq mənasında işlənmişdir. İnsanlara xas olduğu halda belə istiva hakim olmaq mənasında da işlənmişdir. Demək ki, ərş nədir? Ərş taxtdır. Taxta oturan kim olur? Adətən padişah olur, düzümü? O, əgər taxta keçmişsə, demək ki, artıq bu hakimiyyət mənimdir, deyir. Adətən ayələrdə, harada ki, istiva haqqında ayələr keçirsə, o ayələrdən öncə Allah göyləri, yeri yaratdığından bəhs edir, ulduzları yaratdığından bəhs edir, günəşi, ayı yaratdığından bəhs edir, sonra ərşə istiva etdi sözünü deyir. Demək ki, bunu, alimlər deyirlər ki, bunu sonda deməsi onun mənaya gəlir ki, Allah bütün kainatı yaratdı, yerləri, göyü yaratdı və sonunda da ərşə istiva etdi. Yəni, necə ki, hökümdar çıxır taxta, bununla da bu məmləkət artıq ona tabidir, mənasına gəlirsə, bu da bir məcazi bir ifadədir ki, Allahın ərşi istiva edilməsi o demək deyil ki, getdi oturdu, Allah da özünün bir taxtı var, oturdu ora. Yox, o deməkdir ki, bütün hakimiyyət mənimdir. Yeri göyü yaradan mənəm və bunun hakimi də mənəm. Məxluqatı yaradan mənəm, məkanı yaradan mənəm, sağ, sol anlayışlar, yuxarı, aşağı anlayışlar bütün olmamışdan qabaq Allah var idi. Bütün bunları hamısı yaradan mənəm. Ona görə də indi bu gətirdikləri dəlillər var idi ki, sünnədə var bu. Ruhlar, mələklər yüksələrlə Allaha say bəlli olmayan günlərdə və s. Peyğəmbərimizin meyrac hadisələri,
alimlər bu məsələlərə də mütləq izah gətirmək lazım demişlər. Çünki başqa ayələr də var. Onlara zid kimi görsənən ayələr də var. Məsələn, Allah Bəqərə surəsində 100-cü ayədən sonraki ayələrdə olmalı səhvləmirəmsə, buyurur ki, Allah Teala şərqdə, qərbdə Allahındır. Hara yönəlsəniz Allah oradadır. Belə çıxır ki, o zaman hara yönəlsəniz Allah hər yerdədirmi? Belə bir anlayış doğru ola bilərmi ki, Allah hər yerdədir? Bu anlayış da yanlış bir anlayışdır. Amma ayədə deyir, şərqdə və qərbdə Allahındır. Hara yönəlsəniz Allah oradadır. Buna mütləq bir təvil, buna bir yozun, bir izah gətirmək lazımdır. Demək ki, hara yönəlsəniz, onsuz da Allah'a ibadət etmiş olacaqsınız. Yəni, Allahın bir məkanı yoxdur. Fəfirru ilə Allah, Allaha tərəf qaçsın, deyir Allah. O zaman biri soruşur, Allahın tərəfi haradır? O zaman onların dediyi kimi, Allah ərşin üzərindədir kimi başa düşsək, Allahın tərəfi belə çıxır ki, ərşin üzərindədir. Allah bizə ərşə tərəf qaçmağımızı istəyir. Allaha tərəf qaçsın ayəsindən yola çıxaraq, biz onda onların dediyi kimi başa düşmüş olsaq, belə başa düşməliyik ki, Allah bizi ərşə çıxmağımızı istəyir. Çıxaq görək haradadır o zaman. Demək ki, bunlar ümumiyyətlə hər bir dildə məcaz olduğu kimi, ərəb dilində də məcaz var. Allah bəzi kəlmələri bu şəkildə istifadə edir. Allaha tərəf qaçsın ayəsindədir. Bir başa məcaz və cəə rabbuka vəl mələku saffən saffə buyurur. Allah və mələkləri saf-saf gəldiyi zaman. Belə çıxır ki, Allah qabaqda və mələklər onun arxasından gəldiyi zaman belə mi başa düşməliyik? Və bu da ayədir. Amma alimlərin heç biri belə başa düşməyiblər. Müxaliflər də belə başa düşməyiblər. Nə deyirlər? Deyirlər ki, Allahın əmri gəldiyi zaman. Niyə buna yozum gətiriblər? Buna təvil gətiriblər, izah gətiriblər. Amma o cür ayələr gəldiyi zaman başlayıblar Allahın məxluqata bənzətməyə. Oturdu deyiblər, yüksəldi deyiblər. Allah ərşin üzərindədir deyiblər. Bunlar hamısı Allah üçün nöqsan sifətlərdir. Belə düşünmək bir müsəlman üçün doğru deyildir. Allahı ən gözəl şəkildə tənzih edən, Allahı ən gözəl şəkildə nöqsan sifətlərdən uzaq tutan görüş ondan ibarətdir ki, bu cür ayələrlə qarşılaşdığımız zaman mənasını ya Allaha həvalə edəcək və yaxud da mütəkəllimlərin, Əşəri və Maturidi imamlarının gözəl şəkildə təvillərini oxuyub, onların izahı ilə başa düşsək, ən gözəl yolu budur. Və bu izahlar da Quran və sünnəyə uyğun izahlardır. Amma onların gətirdiyi izahlar isə Allaha nöqsan izafə edən sifətlərdir. Biz ona görə də çalışırıq ki, o cür izahlardan uzaq duraq. Mən elə gəlir ki, hələ bu qədər bəs elədi, hələ ki, növbəti dərsimizdə də Allahın izi ilə davam edərik. İnşallah hansı suallarınız olarsa, mövzuna qədər olaraq cavablandırarıq. Allah Teala hər zaman bizə haqqı haqq olaraq görüb, ona uymağı, batili batil olaraq görüb, ondan çəkinə bilməyi nəsib etsin. Amin. Allah faydalananlardan eləsin.